Demək istəyirəm ki, elə Vasif söz almışkən, elə bu sualımıza o da cavab versin. Qəlbini qıran, yolunu vuran, yolunu bağlı və yaxud da sən ola bilər, özün, məsələn, bilmədən kimisə qəlbini qırasan və o ürəyində yara kimi qalsın. Ümumiyyətlə, bu həyatdır da, biz insan səhv də eləyə bilər, düz də eləyə bilər, səhv insana məxsusdur. Bəzən olur, biz qəlb qılırıq bilmədən, bəzən olur, bizim qəlbimiz qırılır, amma bu şeylərə ilişib qalmaq lazım deyil. Ümumiyyətlə, irəliyə baxmaq lazımdır. Əgər sən ona ilişdən qaldın, elə qalacaqsan orada. Təbii ki. Amma çox sən dəyər verdiyin insan olanda onu keçmək olmur. Zaten insan umduğu yerdən küsür. Adam var, məsəl üçün, onun sənin üçün fərqi yoxdur. İstəyir pislik eləsin, istəyir yaxşılıq eləsin. Sağ olsun. Eləsə də sağ olsun, eləməsə də sağ olsun. Amma bəzi insanlar var ki, onun hətta bir xırda bir şeyi insana təsir eləyir. Amma ona da öyrəşmək lazımdır, onu da qəbul eləmək lazımdır. Əgər sevdiyin insandırsa, dəyər verdiyin insandırsa, gülü də gərək tikanı ilə bir yerdə sevəsən də. Çox doğru. Tikan əlvə batdı deyə o gülü qopardıb ata bilmərsən. Əlbəttə ki, dözməlisən onun acısına da, gözəlliyin qarşısında, o sevginin qarşısında ona da dözürsən. Mən elə Vasif fikrini bildirəndə öz ağlımda bir sətr altı öz düşüncəmdən keçirirəm. İnsan məfhumunu. Allah Teala bizi nə qədər mükəmməl yaradıb, görün, maşallahlar olsun. Və bəzən deyirlər, insan sözünün mənası unutqan deməkdir. Həqiqətən də gəlin razılaşaq ki, Allah bilərəkdən bizi belə yaradıb. Əgər bizi unutqan yaratmasaydı və bilirik. Ədalət məsələsi də var da ki, sən hər şeyi bilib eləyəcəksənsə bu ədalətdən deyil.